Rusiya hüquq mühafizə orqanları Yekaterinburqda təkcə Səfərovların evlərinə deyil, sahibi olduqları kafeyə də basqın ediblər. Dobalifon Azapaya istinadla məlumat verir ki, bu haqda Yekaterinburqda Rusiya hüquq mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Elgiz Səfərov bildirib. O, iyunun 27-də 30 ildən çox Yekaterinburqda yaşayan Səfərovlar ailəsinə və başqa Azərbaycanlılara qarşı tətbiq olunan zorakılığın təfərrüatlarını danışıb. Bizim evə basqın edib, atamı aparıblar. Onda mən evdə olmamışam, atamgili səhərcə saat 5-də aparmışdılar. Günorta saat 2-də işçilərin vəziyyəti ilə maraqlanmaq üçün kafeyə getdim. Birinə maskallar kafeyə də basqın etdilər, hamını üzü üstə yerə yıxdılar. Kafenin mühafizəçisinin gözündən vurublar, indi əməliyyatı olmalıdır. İşçilərdən birinin çənəsini qırdılar. Sonra da başladılar bizi alçaltmağa, təhqir etməyə, döyə-döyə deyirdilər ki, sizi doğrayıb öldürəcəyik. Elgiz Səfərov əlavə edib ki, maskalların ilk işi kafedəki müşahidə kameralarını sındırmaq olub. Kameranın yaddaş kartının yerini tələb etdilər. Kafenin sahibi mənim atamdır. Atamın adı Akif Səfərovdur. Atam Səfərovların böyük qardaşdır. Bu dəqiqə atam da içəridədir, bölmədədir. Aldığım xəbərə görə o biri əmlərimi atamdan daha çox döyüb, işgəncə veriblər. Atamın gözünün qabağında o biri qardaşlarını döyüblər. Elgiz Səfərov deyib ki, kafeyə basqın edən şəxslər heç bir sənəd təqdim etməyiblər. Müşahidə kameralarını çıxartdırandan sonra bizi döyməyə başladılar. Biləndə ki, mən kafenin sahibinin oğluyam. Məndən kabab bişirməyi tələb etdilər. Kafedə qap-qacaqları qırdılar. Kabab bişirəndə gəlib arxadan dubinkə ilə vururdular. Hardasa 2 saat yarım bizi kafedə yerdə uzanıqlı vəziyyətdə saxladılar. Özləri yeyib, içib, bizi yenidən döyüb çıxıb getdilər. Səfərov əmlərindən ikisinin öldüyünü, digərlərinin isə fiziki işgəncələrə məruz qaldığı qabırğalarının sındırıldığını söyləyib. Səfərov atası və əmlərinin 2001-ci ildə başqa bir Azərbaycanlının qətlində şübhəli bilindiklərinə görə saxlanıldığını qeyd edib. Mən həmin vaxt öldürülən Azərbaycanlının kim olduğunu bilmirəm. İndi onlar deyirlər ki, bu cinayəti bizimkilər boyunlarına almalıdırlar.